Bəziləri deyir, Səfəvilər həmişə müsəlmanlarla döyüşüb, Səfəvilər, nə bilim, Osmanlını arxadan vurub, nə bilim, ancaq kafirlə döyüşməyib. Yəni, bu adamların elementar tarix xronologiya ilə xəbəri yoxdur. Səfəvilər Trabzon krallığı ilə döyüşüblər. Məsələn, Şah İsmailin babası Şeyx Cüneyd. Daha sonra Səfəvilər Şah İsmail Gürcüstanla döyüşüb. Şah İsmailin atası Şeyx Heydər Səfəvi Şimali Qafqaz xristiyanlarla cihada gedərkən yolda müharibə oldu, öldürüldü. Şah Abbas Səfəvi Portuqaliya, İspaniya ittifaqı ilə döyüşüb. İkinci Şah Abbas Səfəvi Rusiya ilə döyüşüb. Yəni, Rusiyanın belə də ilk ekspansiyasının qarşısını alan, Şimali Qafqaza Rusiya ekspansiyasının qarşısını alan ikinci Şah Abbas Səfəvidir. Amma burada utanmaz durub deyirlər ki, mən qarşıma çıxır da, Səfəvilər heç bir xristiyan ölkəsi ilə. Yəni, bunlar xristiyan ölkəsi deyəndə Britaniya nəzərə tuturlar. Yəni, Səfəvilərin belə deyək, uçan aparatı yox idi, geçsin Britaniyanı bombalasın, Fransa bombalasın. Səfəvilərin coğrafi mövqeyinə görə ətrafında kimlər var idi? Əli çatan xristiyan hansı idi? Onlarla döyüşüb.